Maraqlı qonaqlarla bu yolları araşdırır. Faydalı söhbətlər, real təcrübələr, yeni baxış bucaqları. Həftə içi hər gün Xəzər FM-də. İş bilən, öyrən, gülümsə, addım at. Çünki heç kim öyrənmədən iş bilən olmur. Salam, hər vaxtınız xeyir olsun əzizli dinləyicilər. İş bilən verilişi efirdədir. Həftənin ilk günü hər kəs üçün xeyirli, uğurlu, düşərli olsun, ruzili olsun, bərəkətli olsun inşallah. İş bilən verilişi başladısa o deməkdir ki, bugün həm maariflənəcəyik, həm bilgilənəcəyik, həm də bol-bol hədiyyələr qazanacağıq. Aparıcınız mən Anar Saylıoğlu və mənim dəyərli, eyni zamanda İş bilən verilişinin aparıcısı Aynur bəylərdir. Salamlayaq, görək Aynurun keyfi, halı necədir? Keyfim çox gözəldir. Hələ bir də səninlə eyni bir verilişi bir saat ərzində aparmaq daha da gözəldir Anar. Təşəkkürlər, qarşılıqlıdır. Dedim ki, həftəmiz bol ruzulu olsun və həm də həftəmiz mən deyərdim ki, stressdən uzaq, gərginsiz bir həftə olsun və həftəni də elə gərginsiz bir durumla başlayaq. Xüsusilə də payız fəslidirsə, stres, depressiya qaçılmazdır. Nə qədər özümüzü pozitivə kökləşsək də, kimsə negativ bir enerjisinə məruz qalırıq və keyfimiz pozulur. Artıq fəsildən çıxıb. Yəni stres, gərginlik bizim artıq günümüzün ayrılmaz bir hissəsi olur və bu da neyinir? Vurur bizim hormonal pozğunluqlar yaradır, durmadan biz kökəlirik, durmadan həyat tərzimiz tamamilə dəyişir və neyinir? Sonunda depressiyaya düşürük. Bütün bu sualların cavabını biz bu günlərim necə eləyəcəyik, kimdən cavab alacağıq? Təbii ki, onu istəyirəm ki, sən təqdim eləyəsən. Təşəkkür edirəm Aynur. Açığı mən 4-cü və 5-ci gün məlumatım vardı. Komandamız bildirdi ki, qonağımız kim olacaq? Mən böyük bir şərəf hissi ilə elan etdim. Çünki çox müzakirə olacaq məqamlar idi. İstəyirəm ki, indi də sevə-sevə qonağımızı təqdim edim. Endokrinoloq, nutrisolog Səbinə İbrahimova. Səbinə xanım, xoş gəlib, səfalar gətirmisiniz. Necəsiz? Hər vaxtınız xeyir olsun. Təşəkkür edirəm, minnətdaram. Xoşdur sizin ortamda sizlə bir yerdə olmaq. Bizim üçün də çox xoşdur. Ay Səbinə xanım, elə sizdə ilk öncə ondan başlayaq ki, niyə kimə baxırsan hər kəndisdə bir yorğunluq var üzərində. Baxırıq ki, ancaq elə yuxumuz gəlir, ancaq bizi yorğunluq basır. Nə qədər də çalışırıqsa gümrah ola bilmirik. Əslində doğrudan da dövrümüzün problemi çox önəmli bir problem. Yorğunluq, halsızlıq, enerjisizlik və stresə dözümsüzlük. Bütün bunlar yəni dövrümüzün ən aktual və bütün pasientlərdən eşidə biləcəyimiz bir problemlərdir ki, hansı ki bir orqanizmanın canlı, enerjili olması lazımdır. Biz axı canlı varlıqlarıq və bunun üçün də bizim hüceyrəmiz enerji olmalıdır. Hüceyrə səviyyəsində enerjimiz düzgün sintez olunmalıdır. Bu düzgün sintez olunması üçün də orqanizmanın sağlam şəkildə işini yönətməsi, düzgün hormonal sistemə, düzgün sinir sisteminə siqnallar ötürməsi lazımdır və çevrəsəl faktorların təsirinə maksimal dərəcədə dözümlü olmalıyıq. Çünki nə etsək də ətraf aləm, çevrə daim stres yükünü və xroniki şəkildə daim bu məruziyətə qalırıq və bu da bizim nəticə etibarilə ciddi hormonal döngümüzün pozulmasına, bioritmimizin pozulmasına gətirib çıxarır ki, özünü nəticədə baxın metabolik problemlərin, hormonal problemlərin ən çox yayılan əlaməti halsızlıq, enerjisizlik, istəksizlik, hər bir şeyə qarşı, yəni həvəssiz, belə deyək, yaşayırıq, depressiv bir həyat, bəli, təəssüf ki. Amma Səbinə xanım, mümkün deyil də, Anar, sən özünü çevrədəki baş verən gərginliyə qarşı bloklaya bilirsən ki, mən stres keçirtməyəcəm. Mümkün deyil. Amma Səbinə xanım deyir ki, bunun bir yolu var, mümkün ola bilər. Mümkün nə zaman olurdu? Müəyyən bir sağlam qidalandığım zaman, idmanla məşğul olduğum zaman mümkün idi, amma o da müəyyən bir çərçivəyə qədər 2 ay, 3 ay davam edirdi. Yenə də mən payız fəslini vurğulamaq istəyirəm. Payız fəslində nələrsə baş verirdi, nə sağlam qida qalırdı, nə idman və başlayırdı bizim bu depressiya, stresli anlarımız. Demək, çox gözəl vurğuladınız fəsil dəyişkənliyini. Yəni, bu fəsil dəyişkənliyi sizdə payızdır, kimdəsə yay ola bilər. Yəni, bu bir balacada fərqli bir mövzudur, təbii ki, ondan amma Səbinə xanım, ən çox da sevdiyim fəsil payız fəslidir. Payız fəslidir, bəli, nə gözəl. Mən də payızı çox sevirəm. Demək, məsələ nədən ibarətdir? Deyirsiniz ki, doktor, mən sağlam qidalandığım və idmanla məşğul olduğum dövrdə, demək ki, orqanizma düzgün şəkildə bir yönətim alırdı. Və o dövr
dövrdə bağırsağınız, həzm sisteminiz hamısı dəngədə olduğu üçün beyniniz rahat olurdu. Çünki niyə görə? Bağırsaq bizim ikinci beynimizdir. Eyni zamanda endokrin bir orqanımızdır. Yəni hormonal bir orqanımızdır. O səbəbdən sinir, endokrin, immun baxımız hamısı bağırsaqdan başladığı üçün insanın bağırsağı ikinci beyin sayılır və oradan bütün orqanizmaya, bütün hormonal sistemə düzgün siqnal ötürülür. Və buna görə də siz o dövrdə hansı ki düzgün əməl edirdiniz, özünüzü yaxşı hiss elədiniz, amma bu davamlılığı qoruya bilmədiniz. Davamlılığı qoruya bilməmənizin səbəbi demək ki, digər faktorları hərək həyatınızda tam bərpa edə bilməməniz oldu. Yəni stresinizi düzgün yönətə bilməməniz, hər hansı bir tətikləyici faktor qarşısında, yəni qıcıqlandırıcı bir faktor qarşısında özünüzü tam kontrolə ala bilmədiniz və bu da təkrardan sizdə o hormonal döngünün, o digər döngülərin pozulmasına və nəticədə bu şəkildə olmasına gətirib çıxarır. Dəyərli dinləyicilər, sizin də bu məsələlərlə bağlı suallarınız varsa 055 203 11 03 bizim WhatsApp nömrəmizi yazın, biz də sevə-sevə suallarınızı səsləndirək. Biz nə zaman endokrinoloqa müraciət etməliyik? Çünki bəzi həkimlər var deyir, məsləhət verirlər ki, şiddətli tövsiyələr edirlər ki, ildə bir dəfə də olsa ümumi qan analizi verməlisən, yoxlanışa getməlisən, məsəl üçün UZI kimi yoxlanışlara və müəyyən bir səbəbləri artıq biz ilkin olaraq diaqnoz verə bilirik. Siz bir peşəkar həkim kimi nə məsləhət görürsünüz bizim dinləyicilərimizə? Nə zaman biz sizə müraciət edək? Əslində endokrinoloji konsultasiya dediyimizdə pasientlərin ağlına ilk olaraq şəkər gəlir. Yəni şəkər həkimi, şəkər xəstəliyi. Amma bütün sistemləri özündə birləşdirən endokrin problemlər, yəni bütün bu şikayətləri özündə birləşdirən bu problemlər genişdir və pasiyenti digər müayinələrə getdiyi halda belə mütləq hormonal testlərini keçmələrini tövsiyə edirəm. Bu hansı şikayətlərdir? İlk öncə əgər halsızlıq, enerjisizlik, depressiyadan danışdıqsa, ilk öncə bundan danışaq ki, bu şikayətləri olan pasiyentlər ödemə meyilli, şişkinliyə meyilli olan pasiyentlər, artıq çəki almağa meyilli olan pasiyentlər, çəkisini verə bilməyən pasiyentlər, az yeməsinə baxmayaraq çəkisini verə bilməyən pasiyentlər, daim baş ağrılarından əziyyət çəkən, dəri problemləri yaranan, məsələn, dəridə akrokardon, akantozis nigrikans dediyimiz problemlər insülin dirəncinə bağlı bir problemlərdir ki, göz ardı edilir hansı ki, qadınlarda adət düzənsizliyi olan pasiyentlər mütləq şəkildə endokrinoloqa və müraciət etməli və hormonal döngünü dəyərləndirməlidir. Təbii ki, bu şikayətlər onlardan bir neçəsidir, amma ən önəmli, ən çox pasiyentləri narahat edən şikayətləri vurğulamağa çalışdım. Təbii ki, əsas gedişatda daha ətraflı bu barədə danışacağıq. Yəni biz onda dinləyicilərin ümumi olaraq suallarından, çünki biz 4-cü gün sizin gəlişini təqdim edəndən sonra suallar bizə yazılmışdı. Yuxusuzluq, halsızlıq, depressiya halları baş verəndə mütləq şəkildə biz, yəni ilkin olaraq endokrinoloqa müraciət etməliyik. Yəni bunu biz belə deyək, loru dediksə qulağımıza bir sirqa eləyək ki, hər hansı bu hallar dediyiniz hallar baş versə, ilkin olaraq yəni biz sizə müraciət etməliyik. Üzr istəyirəm Səbinə xanım, siz əlavə eləməmişik. Amma bəzən Səbinə xanım, elə insanlar var ki, depressiya ilə xroniki yorğunluğu qarışıq salırlar. Məsələn, elə biri mən özüm depressiyaya düşərəm, məsələn, deyərəm ki, mən depressiyadayım, xroniki yorğunluq heç mənim yadıma düşməz. Amma indi siz saydığınız bir neçə əlamətlər var idi ki, o əlamətlər konkret olaraq mənim öz üzərimdə var və mən indi daha ətraflı başa düşdüm ki, səndə və məndə depressiya yox, xroniki yorğunluq imiş və mən həkimə müraciət etməliyəm. Buyurun, davam edin. Əslində xroniki yorğunluq demişkən ilk öncə onu bildirim ki, əslində xroniki yorğunluq son illərdə bir xəstəlik kimi qəbul olunmurdusa, amma artıq bəzi hallarda yorğunam deyə artıq xəstəlik kimi qəbul etmək bunu artıq mümkündür. Çünki artıq həqiqətən pasiyentlərin böyük kütləsini əhatə edən bir şikayətdir. 5 nəfərdən 4-ünü daşıyırlar. Bəli, və endokrin biz mütləq şəkildə mi yuxusuzluq, mütləq şəkildə enerjisizlik, mütləq şəkildə halsızlıqmı endokrinoloqa müraciət etməliyik? Təbii ki, burada birə-bir xeyir, burada nevroloji baxış da çox önəmlidir. Burada terapevtik, yəni somatik digər xəstəliklərin fonunda da bu ola bilər. Amma əgər bu şikayətin yanına digər sadaladığımız şikayətlər, çəki ilə bağlı problemləriniz, ödemləriniz, dəridə yaranan problemləriniz, qadınlarda adət düzənsizliyi, kişilərdə həmçinin kişi funksiyalarında azalma kimi əlamətlər, saç tökülməsi, sümüklərdə, oynaqlarda, əzələlərdə ağrılar da, əgər bu əlamətlərin bir neçəsini artıq özünüzdə hiss edirsinizsə,
bilmirsinizsə, artıq burada endokrinoloqun baxışı və hormonları dəyərləndirmə vacibdir. Təbii ki, hansı hormonları yoxlayasıyıq? Yəni bu artıq həkimin göstərişi ilə baş verəcək bir şeylərdir ki, yəni artıq ona görə biz müəyyən etməliyik ki, bu pasiyentdə biz hansı hormonal döngüdən pozğunluğundan şübhələnirik. Tiroidlə mi bağlıdır bu problemlər? Prediabetin əlamətləri var, insülin direnci var bu pasiyentdə və yaxud xroniki olaraq böyrək üstü vəzi problemi yaşayır bu pasiyent. Yəni bunun əsasında müəyyən etməliyik. Səbinə xanım, indi elə bir dövrdür ki, mən çox istərdim ki, buradan bir çağırış eləyəsiniz bizim dinləyicilərə. Çünki çox insanlar, yəqin ki, siz mənə haqq qazandıracaqsınız ki, Anar, yəqin ki, sən də razılaşarsan ki, heç bir hormon analizi vermədən qısa yoldan ya çəki atmaq istəyərlər, yaxud da ki, əgər depressiv olanda antidepressiv dərmanlardan istifadə edirlər ki, mən daha gümrah olum, daha yaxşı özümü hiss edim. Ancaq o alt qatında yatan əsas problemin üzərinə qətiyyən düşməzlər. Yəni o baxımdan mən istərdim ki, siz bu işi bilən, yəni peşəkar bir doktor kimi bir dinləyicilərimizə çağırış edəsiniz ki, əgər siz özünüzü halsız hiss edirsinizsə, gedib hansısa bir dərman vasitələrindən rahatçasına istifadə eləməyin. Bunun fəsadları da var. Düzdürmü doktor? Bəli, Buyurun. Bu barədə bildirmək istəyərəm ki, ilk öncə antidepressant qəbulu dövrümüzdə çox geniş vüsət alıbdır. Yəni bunu artıq hər gələn, hətta bir gün içində 3 pasiyentdən ikisi artıq antidepressant qəbuluna başlamağa özünü hazır bilir və həyatının bundan rahatlaşdıracağını hesab eləyir. Amma əgər bu cür gedərsə bir neçə illər sonra artıq antidepressantsız həyatı mümkün edə bilməyəcəyimiz bir dövrə gəlib çıxacağıq demək ki, və bu çox narahat edici bir durumdur o səbəbdən ki, antidepressant qəbulu özü bizim stresə qarşı olan stresə qarşı olan dözümlülüyümüzü sanki azaldır və onu yönətə bilməmizi azaldır. Yəni həyatla olan bağımızı sanki müəyyən qədər azaldır. Təbii ki, bu bütün antidepressant dərman qruplarına və yaxud ehtiyacı olan xəstə dərman qəbul edən pasiyent qruplarına aid deyil. Və altda olaraq pasiyentlərdə bundan sonra antidepressant sonrası artıq çəki, prolaktin hormonunun yüksəkliyi, qadınlarda adət düzənsizliyi kimi problemlərlə gəlir qarşımıza çıxır və iştahını kontrol edə bilməyən xanımlar, antidepressan sonrası iştahını düzgün kontrol edə bilməyən xüsusən xanımlar artıq çoxlu sayda var və antidepressandan da necə bitərəm, necə bitirərəm? Təbii ki, bu halda biz hormonlarınızı yoxlatmısınızmı? Siz mineral vitaminləriniz haqqında məlumatlısınızmı? Sizdə hansı vitamin mineralların yetməzliyi var ki, siz bu vəziyyətdəsiniz? Yəni antidepressantı qısa qaçış yolu olaraq seçmisiniz özünüzə. Yəni buradan artıq yola çıxaraq təbii ki, onun təyin edən nevroloq həkim və yaxud psixoterapevt həkim təyinatına təkrardan bir baxışını istəyirik. Təbii ki, biz ora müdaxilə etmirik, amma bir müddət gəlir ki, pasiyentin əgər hormonal döngüsündə problem gözdən qaçmırsa, o zaman bəzi halda pasiyent təbii ki, antidepressan qəbulundan da azad ola bilər və həyatını antidepressantsız və depressiya və belə deyək, stresə dözümlü halını özü orqanizmasında yarada bilər. Yetər ki, orqanizmasını tanısın və bu da təbii geniş bir mövzudur. Aydın və çox xırdalığına qədər gözəl bir izah verdi. Çox sağ olun, buna görə ayrı bir təşəkkür edirəm. Buyur Anar. Bəli, dəyərli dinləyicilərimiz, sizin də suallarınız varsa 055 203 11 03 nömrəsi əlaqə saxlaya bilərsiniz. Suallara baxıram qrupda. Dinləyicilərimizin ən çox sualları qidalarla bağlıdır. Zob xəstələrinin sualları var ki, hansı qidaları biz bu müalicə zamanı istifadə etməliyik. Bütün bu sualların cavabını təbii ki, reklamdan sonra əldə edəcəksiniz. Amma indi istəyirəm ki, sponsorlarımıza dərin təşəkkürümü bildirim. Sponsor mətnlərimizi təqdim edim. Dəyərli dinləyicilərimiz, hər zaman da sizə şiddətlə tövsiyə edirəm ki, əgər alüminium qap pəncərə axtarışındasınızsa, mütləq şəkildə seçiminiz Aystal alüminium olsun. Niyə? Çünki qap pəncərə sistemi mühəndisləri pəncərə sisteminin düzgün işləməsilə bərabər komandalarında memar və dizaynerlər var ki, sizin evə və yaxud da obyektinizə baxış keçirdikdən sonra hansı tip pəncərə, hansı bölgülərlə daha gözəl görsənəcəyinin ən doğrusunu sizə təklif edirlər. Sizin də adımınız Aystal olsun deyirik. Ünvan Ağşəhər Qarabağları meydanı, əlaqə nömrəsi 050 201 8811. Bizim adımızdan gedən bütün dinləyicilər isə 5% endirim olunacaq.
Əgər istəyirsinizsə qoxunuzla sizə hər kəs tanısın, mütləq şəkildə seçiminiz Noz parfüm olsun. Çünki Noz parfüm qalıcılıq, gözəl qoxu axtaranlar üçün ən böyük seçimlərdən biridir. Noz parfüm həmçinin topdan və pərakəndə satışla sizə biznes qurma imkanı yaradır. Əlaqə nömrəsi 055 926 2929. Noz parfüm İtaliyanın Azərbaycandakı rəsmi distributorudur. Təşəkkür edirik və bizim adımızdan yaxınlaşan bütün dinləyicilərə isə 10% endirim olacaq. Növbəti sponsorumuz Efsetra Təmir Dizayn şirkətidir ki, təmir və tikinti dizayn işlərinin peşəkarlara mütləq şəkildə həvalə edirik. Dizayn layihələndirmə, fərdi və bağ evlərinin tikintisi və təmiri, mebellərə təchiz olunması Efsetra Təmir və Dizayn şirkəti ilə yalnız və yalnız mümkündür. Peşəkar ustalar sərfəli qiymət vaxtında təhvil. Əlaqə nömrəsi 070 677 11 77. Təbii ki, bizim adımıza müraciət edənlərə Emil bəy xüsusi olaraq endirim edəcək. Bizim isə vaxtımız bu blokun vaxtı bitir. Biz isə reklamlara ayrılırıq. Reklamlardan sonra isə Səbinə xanımın dəyərli məsləhətləri və tövsiyələri olacaq. Xəzər radiosunda reklam vaxtı. Ay Solmaz xala, bu boyda pəncərə olar? Bunu necə açıb bağlayırsan? Çox rahat. Bir barmağımla açıram, bağlayıram. Yüngüldür. Özü də Türkiyə istehsalı. Avropa keyfiyyətli pəncərələrdir. Hə, o həbəşdir, nədir dedikləri pəncərə budur? Həbəş yox ay Cavanşir. Həbəşəbə. Məsləhətdir. Külək də, yağış da keçirtmir. Get sən də zəng elə. 055 201 88 11-ə. Gəlsinlər, quraşdırsınlar. www.asistal.az. Addımınız Asistal olsun. Noz parfümlə iz buraxın. Fərqinizi hiss etdirin. Parfümdə qalıcılıq, gözəl qoxu axtaranlar. Noz parfümlə siz xarakterinizə uyğun parfümlər əldə edə bilərsiniz. Noz parfüm həmçinin topdan və pərakəndə satışı ilə sizə biznes qurmaq imkanı da yaradır. Onlayn və ya filiallardan əldə edin. Telefon 055 926 29 29. Noz parfüm İtaliyanın Azərbaycandakı rəsmi distributoru. Arzularınızdakı evi Efsetra Təmir və Dizayn şirkəti ilə qururuq. Təmir və tikinti, dizayn işlərini peşəkarlara həvalə edin. Dizayn layihələndirmə, fərdi və bağ evlərin tikintisi və təmiri, mebellərlə təchiz olunması Efsetra Təmir və Dizayn şirkəti ilə mümkündür. Peşəkar ustalar, sərfəli qiymət, vaxtında təhvil. Əlaqə nömrəsi 070 677 11 77. Qafqazın ən böyüyüsən, Abşeronum. Evimizin hər şeyisən, Abşeronum. Seçimlərin əzəlidir, Abşeronum mənim. Abşeron Ticarət Mərkəzi. Evdən bağa, təmirdən tikintiyə hər yol Abşerondan keçir. Evinizə nə lazımdırsa, Abşerona gəlin. Xəzər radiosunda reklam vaxtı. İstəmərəm kimsə oyada, gözlərinə baxa-baxa itir adam. Süzə-süzə baxıram onun gözünə, o da gecədən düşüb elə mənim izimə. Addım atmır dəsti mən onun
Gece gece gözlerinden okuyuram. O da ister benimle raks. Benimle raks. Bəli, dəyərli dinləyicilər, biz yenidən davam edirik. Sizdən gələn sualları birazdan səsləndirəcəyik, dəyərli dinləyicilərimiz. Və biz bugün çox maraqlı bir mövzulara toxunuruq. Əgər siz də gecə saatlarında yata bilmirsinizsə və yaxud da sizə iştah güc gəlirsə, bütün gün ərzində səhər heç bir şey yeməyin, iştahsızlıq, amma gecə zamanı iştah gəlir və hər şeyi belə deyim, gün orta yeməyini axşam yeməyini qarışdırıb yeyirsinizsə, mütləq şəkildə müəyyən nəsə bədəninizdə, orqanizminizdə müəyyən bir proseslər düzgün getmir və bu cəhətdən Səbinə xanım sizə dəyərli məsləhətləri müayinəsi ilə sizə bir müalicə yazaraq dəstək ola bilər. Səbinə xanım, dinləyicilərimizin suallarından biri var idi ki, mən zob xəstəsiyəm, 57 yaşındayam və mənə həkim müəyyən qidaları çıxartmağımı tövsiyə edir. Sizdən də istəyərdim ki, görüm deyir, həkimin dedikləri doğrudur, doğru deyil. Artıq bəzi dinləyicilərimiz də belə kimlərsə yana gedirlərsə, yenidən bizim efirə gələn həkimlərlə məsləhətləşirlər ki, verdikləri tövsiyələr doğrudur, doğru deyil. Nələri yemək olmaz? Demək, orqanizmada sağlam qidalanma dediyimiz, amma yanlış bildiyimiz çox bir şeylər var. Amma sırf qalxanvari vəzi problemi olan xəstələrə gəlirik